Qəribə səslənir, amma bananın menstruasiya ağrılarını azaltdığını deyirlər. Bu və digər maraqlı qeyri-adi tibb xəbərləri üçün bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Hazırda bütün dünya İtaliyalı həkimlərdən danışır. Məsələ burasındadır ki, dünyada ilk dəfə olaraq süd vəzi xərçəngini kəsiksiz icra ediblər. Baxaq. Kəsiksiz süd vəzi xərçəngi əməliyyatı aparılıb. İtaliyada tibb sahəsində diqqət çəkən yenilik həyata keçirilib. Süd vəzi xərçəngi üzrə əməliyyat ilk dəfə olaraq kəsiksiz və ümumi anesteziya olmadan icra edilib. Pasiyent prosedur zamanı tam şüurlu vəziyyətdə olub. Əməliyyat Roma şəhərində yerləşən Tor Vergata University Hospital klinikasında cərrah Oreste Claudio Buonomo rəhbərliyi ilə aparılıb. Yeni texnologiyaların tətbiqi sayəsində şiş ənənəvi skalpel istifadə olunmadan çıxarılıb. Bu yanaşma orqanizmə düşən yükü azaldır, stresi minimuma endirir və həm fiziki, həm də psixoloji bərpanı sürətləndirir. Qeyd olunub ki, bu cür müdaxilələr pasiyentlərin daha tez gündəlik həyata qayıtmasına şərait yaradır və müalicə daha fərdiləşdirilmiş olur. Texnologiyalar cərrahı əvəz eləmir, əksinə onun imkanlarını genişləndirir. Bu hadisə yalnız tibbi nailiyyət deyil, həm də ki, onkoloji cərrahiyyənin gələcək istiqamətini göstərən mühüm addım kimi qiymətləndirilib. Qarın piylənməsi ölüm riskini 40% azaldır. Alimlərin yeni iddiası var, amma müəyyən şərtlərlə. Detalları izləyək. Qarın piylənməsi ölüm riskini 83% artırır. Qarın nahiyəsində yağ toplanması və əzələ kütləsinin azalması halları erkən ölüm riskini artırır. Alimlərin apardığı yeni araşdırmaya görə bu iki faktorun kombinasiyası, yəni sarkopenik piylənmə 50 yaşdan yuxarı insanlarda ölüm riskini 83% yüksəldir. Aging Clinical and Experimental Research jurnalında dərc olunan tədqiqat çərçivəsində İngiltərədə aparılan uzun müddətli müşahidələrdə 5440 nəfərin məlumatları təhlil olunub. İştirakçılar 14 il ərzində izlənilib və əzələ kütləsi ilə qarın piylənməsinə görə qruplara bölünüb. Nəticələr göstərib ki, təkcə qarın piylənməsi ölüm riskini artırmır, lakin aşağı əzələ kütləsi bu riski 40% yüksəldir. Hər iki amil birlikdə olduqda isə təsir daha təhlükəli olur. Mütəxəssislər bildirib ki, bu vəziyyət orqanizmdə iltihabı gücləndirir, maddələr mübadiləsini pozur və əzələlərin daha sürətlə parçalanmasına səbəb olur. Başqa xəstəliklər üçün nəzərdə tutulan xüsusi cihaz beyinə azca elektrik verir. Alimlər isə yoxlayıblar ki, depressiyadan qurtulmaq üçün də məhz bu cihazdan istifadə etmək olar. Detallara baxaq. Elektrik cəryanı depressiyadan xilas eləyir. Alimlər dərin beyin stimulyasiyası üsulunun depressiyadan əziyyət çəkən xəstələrin müalicəsində effektiv olub-olmadığını araşdırıb. Bu metod artıq Parkinson xəstəliyi kimi nevroloji pozuntularda tətbiq olunur və titrəmə kimi simptomları azaltmağa kömək eləyir. Dərin beyin stimulyasiyası zamanı beyinə xüsusi elektrodlar yerləşdirilir və onlar müəyyən nahiyələrə zəif elektrik impulsları ötürür. Depressiya zamanı isə təsir daha gec ortaya çıxır, çünki proses emosiyalarla əlaqəli mürəkkəb beyin strukturlarını əhatə eləyir. Tədqiqatçılar bildirib ki, bəzi pasiyentlərdə bu üsuldan sonra vəziyyətdə nəzərə çarpacaq yaxşılaşma müşahidə olunub. Xüsusilə dərman və psixoterapiyaya cavab verməyən xəstələr üçün bu alternativ müalicə yolu kimi qiymətləndirilib. Hazırda alimlər metodun effektivliyini daha dəqiq qiymətləndirmək, hansı beyin nahiyəsinin stimulyasiyasının daha uyğun olduğunu müəyyənləşdirmək və uzun müddətli təhlükəsizliyini araşdırmaq üzərində işləyir. Depressiya demişkən, bəzi adamlara fikir vermirsinizsə, qəzəblənəndə qəhqəhə çəkir və möhkəmdən gülməyə başlayır. Bu nədir? Özünü qoruma, yoxsa psixoloji pozuntunun əlamətləri? Sualın cavabını sizə Kəmalə Osmanova deyəcək. Stressdən gülmək psixoloji pozuntudurmu? Nevroloq qəfil və səbəbsiz gülüşün səbəblərini açıqlayıb. Yekaterina Demyanovskaya bildirib ki, nəzarətsiz gülüş bəzən güclü stressə qarşı qoruyucu reaksiya olsa da, bəzi hallarda psixi dəyişikliklərin və ya beyin patologiyalarının əlaməti ola bilər. Onun sözlərinə görə belə hallar insult, kəllə-beyin travması, beyin şişləri, neyrodegenerativ xəstəliklər və bəzi epilepsiya formaları zamanı müşahidə olunur. Xüsusilə psevdobulbar sindrom zamanı
insan qəfil gülə və ya ağlaya. Eyni zamanda nitqdə pozuntular yaşaya bilər. Mütəxəssis qeyd edib ki, gelastik tutmalarla müşayiət olunan nadir epilepsiya növündə də səbəbsiz gülüş yaranır və bu beynin qıcolma aktivliyi ilə bağlıdır. Bundan əlavə demensiya və bəzi psixi pozuntular zamanı da uyğun olmayan gülüş halları mümkündür. Nevroloq vurğulayıb ki, bəzən tam sağlam insanlarda da belə reaksiya güclü emosional gərginlik fonunda ortaya çıxa bilər və bu daxili narahatlığı gizlədən psixoloji müdafiə mexanizmidir. Menstruasiya sikli zamanı xanımların bəzilərində çox şiddətli ağrılar olur. Bu zaman banan yemək faydalı ola bilər. Yeni kəşfdir, baxaq. Banan menstruasiya ağrılarını azaldır. Menstruasiya zamanı yaranan ağrılar bir çox qadın üçün ciddi narahatlıq yaradır. Qarında sancı və spazmlar əsasən prostaglandin hormonlarının təsiri ilə uşaqlığın yığılması nəticəsində baş verir. Bu dövrdə sadə qidalanma dəyişiklikləri belə vəziyyəti bir qədər yüngülləşdirir. Mütəxəssislər qeyd edib ki, banan bu baxımdan faydalı seçimlərdən biridir. Bananın tərkibində olan maqnezium, B6 vitamini və kalium əzələlərin fəaliyyətinə və sinir sisteminə müsbət təsir göstərir. Elmi araşdırmalar da bu təsirləri təsdiqləyib. Nutrients və Magnesium Research jurnalında dərc olunan məlumatlara əsasən maqneziumun menstruasiya zamanı spazmların azalmasına kömək edir. Aparılan klinik müşahidələr isə prostaglandinlərin menstruasiya ağrısının əsas mexanizmi olduğunu göstərib. Bundan əlavə B6 vitamini əhval dəyişikliklərini və şişkinliyi yüngülləşdirməyə, kalium isə yorğunluğu azaltmağa dəstək olur. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.